وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Muhterem Müslümanlar, Allah'ın izniyle biz Şeyhülislam İbn Teymiyye Rahimahullah'ın Minhacü Sünnetin Nebaviyye kitabını Azərbaycan dilində tərcüməsini və qısa şərhini oxuyub sizlərlə paylaşmağa davam edirik və biz ikinci fəsildə qalmışıq. Oradan davam edirik. Fəslin adı Rafizilərin Yahudi və Nəsranilərə, yəni Xristiyanlara bənzərlikləri, bir-birlərinə bənzəyən yanları buradır. Buradan davam edəcəyik Allah'ın izniyle. Biz dedik ki, Rafizilərlə Yahudilərin və Xristiyanların 21 dənə bənzərliklərini sayır Şeyx Rahiməhullah və davamında deyir ki, hələ çoxdur deyir, mən müşahidə etdiklərimi saydım. Yəni çox var. Bəzi alimlər də fərqli yerlərdə işlədib ki, bu cür bənzərlikləri vardır. Yəni bir-birlərinə bənzərlikləri çoxdur bu tayfanın, Rafizilərlə Nəsranilərin və Yahudilərin. Sonra Şeyx Rahiməhullah davam edir və deyir ki, Yahudilər namazlarında sallanırlar və ya tərpənirlər və ya qəribə hallar alırlar özlərini göstərmək üçün. Riya və ya başqa məqsədlə Rafizilər də belə edir. Yəni əbalarını oynadırlar, namazda hər cür qəribə hərəkətlər edirlər bir çoxu. Sonra deyirlər, Yahudilər namazda üzərlərinə geyindiklərini, yəni onların da bir cübbə kimi bir şey var üzərlərində, əba kimi onlara aid. Onları deyir namazda yerə dəyəcək qədər uzun geyinirlər ki, yerə dəysin. İndi bununla nə göstərmək istəyirlərsə Allahu aləm, Rafizlər də belə edirlər. Sonra Yahudilər Tövratı təhrif etdilər bir qismini. Eyni şəkildə Rafizilər də Qur'anı təhrif etməyə çalışdılar. Düzdür, təhrif olunmaz, nə onların əli ilə, ya onlar cinlərlə belə birlik qursalar, bunu bacara bilməzlər. Çünki Allah buyurur ki, zikri biz nazil etdik, onu biz də qoruyacaq. Sonra Şeyx Rahiməhullah deyir ki, yenə Yahudilər möminlərə salam verərkən səmimi davranmazlar, yalnızca Əs-savmə aleykum deyərlər. Əs-savmə aleykum. Yəni bu nə deməkdir? Salam yox, savm. Yəni sənə ölüm olsun, sam. Sənə ölüm olsun, ölüm. Rafizlər də belə edirlər. Biz görmüşük, yəni Rafizlər də, hətta biz onların tələbələri ilə yayında danışanda, qum tələbələri ilə bəziləri olub, düzdür, bəzilərinə aiddir bu. Salam verməkdən yayınırlar, xoş gördük deyirlər və ya mərhabən deyirlər və ya Əs-savmu aleykum və lənətullah deyirlər. Allah islah etsin. Sonra deyir, Yahudilər Cəbrailə düşmanlıq etdilər və dedilər ki, o düşmanımızdır. Rafizlər də belə edirlər. Cəbrail vəhiy gətirməkdə xəta etdi deyirlər. Yəni Cəbrail vəhiy gətirməkdə xəta etdi, Muhammədə gətirdi, Əliyə gəlməli idi. Nəuzubillah. Sonra yenə sayır, deyir, Yahudilər bütün insanların mallarını halal sayırlar. Allah Teala bizə Yahudilər haqqında belə buyurur. Onların ümmilərə qarşı etdiklərinə görə bizə vəbal yoxdur. Onlar belə deyirlər. Ali İmran surəsi 75-ci ayə. Rafizlər də belə deyirlər. Bütün müsəlmanların malını halal sayırlar. Allahu Ekber. Yahudilərin qadınları üçün mehir yoxdur. Qadınlardan yalnızca faydalandıqca faydalanırlar. Yahudilərdə qadınlar üçün mehir yoxdur. Rafizlər də belədir. Həmsi də mutah, nikahını halal sayırlar. Yahudilər bütün müsəlmanların qanını halal sayırlar. Rafizlər də müsəlmanların bir qisminin qanını halal sayır. Yahudilər yayın balığı ilə ilan balığını haram sayırlar. Yahudilər fərqli balıq çeşidlərini haram sayırlar. Rafizlər də belə edir. Pullu balıq halaldır, pulsuz haramdır və ya əksinə, yəni əcayib eyni şeylər gəlib çıxırlar. Bənzər məsələlərdir. Yahudilər dovşan ətini haram sayırlar. Rafizlər də belə edir. Allahu Ekber. Gör bənzərliklərə bax. Yahudilər məslər üzərində məshi caiz görmürlər. Yəni məs çəkərkən məs üzərində məs edilməz. Rafizlər də belə deyirlər. Sonra Şeyx Rahiməhullah gəlir əsas məsələyə, ən sonuncu məsələyə. Deyir, Yahudi və Xristiyanlar Rafizilərdən bir xislət ilə daha üstündürlər. Yahudi və Xristiyanlar Rafizilərdən bir xislət daha üstündürlər. O nədir? Yahudilərə sizin dininizdə olanların ən xeyirliləri kimlərdir deyə sual verildiyi zaman onlar deyərlər, Musa aleyhissalamın əshabı, səhabələri. Xristiyanlara sizin dininizdə olanların ən xeyirliləri kimlərdir deyildiyi zaman onlar da İsa'nın aleyhissalamın həvariləridir deyərlər. Rafizilərə isə, diqqətlə qulaq asın, Rafizlərə isə sizin dininizdən olanların ən şərliləri kimlərdir? Əksə ya şərliləri kimlərdir deyə sual verildiyi zaman
onlar Muhammedin sahabeleri deyirlər. Nəuzu billah, estağfirullah. Muhammedin sahabeleri sallallahu aleyhi ve sellem. Yəni burada da ən böyük xəlifələr və Talha və Zübeyri qəsd edirlər. Yəni bax, rafizlər onlardan bir xislət daha bərbad, batil yoldadırlar. Onlar üçün bağışlanma diləməklə əmr edildikləri halda onları söyürlər. Bizə nə düşür? Bizdən əvvəlkilərə bağışlanma diləmək, təhqir etmək, tənə etmək yox. Davam edir, Şeyx Rahiməhullah ayəni oxuyur. Deyir ki, Əvqadu naran lil harbi etfa'allahu və yəs'avna fil ard fəs'ədə vallahu la yuhibbul mufsidun. Nə deyir? Deyir, onlar o pis cəmaət, o pis tayfa, o bozğunçuluq, pislik çıxaran bir tayfa nə zaman öz aluvlarını qurdalamağa başladıqları zaman, yəni mənəcə tərcümə edirəm, alovu, atəşi qurdalayıb, pislikləri daha da böyütməyə çalışdıqları zaman Allah onların işlərini boşa çıxarmışdır. Həqiqətən Allah la yuhibbul mufsidin. Fəsad çıxaranları sevməz. Sonra Şeyx Rahiməhullah davam edir. Və deyir ki, qalə Əbul Qasim Ət-Təbəri fi şərh usul sünnə ən Vahb bin Baqiyə Əl-Vasidi ən Muhammed bin Hacər Əl-Bahili ən Abdurrahman bin Malik ibn Muğavvil ənəhu rəvə bi əsanidə mutəaddidə nəhvə həzəl hədis və kulluhə yusaddiqu ba'duhə ba'dən və Abdurrahman bin Malik ibn Muğavvil zəif ولكن ثابت من طرق أخرى أن الشعب كان يدحم الرافزة ومع ذلك فإن اسم الرافزي قد ظهر في زمان خلافة هشام وحين افترق زيد بن علي بن الحسين عنهم قصة القصة المشهورة وكانت قصة زيد بن علي بن الحسين عيشا سنة 21 و100 أو 22 و100. وقال أبو حاتم البصري زيد بن علي بن الحسين قتل بالكوفة سنة 22 و100 وصلب على الخشب وكان من فضيلة أهل البيت وعلمائهم وكان يصحاب إلى مصحاب الشيعة. Yəni Şeyx Rahiməhullah burada deyir ki, Əbul Qasim Ət-Təbəri Şərh Usul Sünnə adlı əsərində Vahb ibn Baqiyə Əl-Vasitidən, o da Muhammed ibn Hacər Əl-Bahilidən, o da Abdurrahman ibn Malik ibn Muğavvildən rəvayət edir ki, bir neçə yolla buna bənzər bir rəvayət nəql etmişdir və hamısı bir-birini təsdiq etmişdir. Abdurrahman ibn Malik ibn Muğavvil zəif ravidir, lakin Şəbinin rafizləri pislədiyi digər yollarla sabit olmuşdur. Yəni bu zəif olsa da daif, digər səhih yollarda da vardır. Bununla yanaşı rafizi adı Hişamın xilafəti dövründə Zeyd ibn Ali ibn Hüseyin onlardan ayrıldığı zaman ortaya çıxmış və məşhur hadisə baş vermişdir. Zeyd ibn Ali ibn Hüseynin bu hadisəsi Hicrətin 120-ci ilindən sonra Hişamın xilafətinin sonlarında 121 və 122-ci illərdə baş vermişdir. Və Əbu Hatim Əl-Bəsri belə demişdir. Zeyd ibn Ali ibn Hüseyin Hicrətin 122-ci ilində Kufədə öldürüldü və bir ağacın, yəni dirəyin üzərinə asıldı. O, Əhl-i Beytin fəzilətlilərindən və alimlərindən idi, lakin Şiə məzhəbinə mənsub idi. Yəni burada xülasə nə bildirilir? Rafizi adının ilk dəfə Hişam ibn Əbdülməlik dövründə, Əbdülməlikin dövründə, yəni Hicri ili ilə 120-122-ci illərdə ortaya çıxdığı bildirilir. Bu ad Zeyd ibn Ali ibn Hüseyin, yəni Hüseynin nəvəsi şiələrdən ayrıldığı zaman meydana gəlmişdir. Zeyd rafizləri, şiələri tənqid edir, onlar isə onu tərk edirlər. Mətndə deyir ki, rafidə, yəni tərk etmək, ondan sonra yayılır bu ad. Daha sonra Zeyd Kufədə üsyan qaldırır və Hicri ili ilə 122-ci ildə öldürülür. Sonra isə meydi dirəyə asılır. Və bu hadisə Zeyd rafizləri qınadığı və rafizlər də onu tərk etdiyi günlərdən sonra başlayır. O məsələlərdən sonra başlayır. Yəni, bu onu bildirir ki, ölümündə onların da əli var. Onların da əli var imiş. Yəni, sonra biz nəyə diqqət edirik? Diqqət edin. Zeyd ibn Ali, rahiməhullah, Kufədə Bəni Ümeyyə hökümdarlarına qarşı çıxır. Bəni Ümeyyə hökümdarlarına qarşı çıxır. Və o şiələrdən, rafizlərdən dəstək istəyir. Dəstək. Rafizlər nə sual verir? Diqqət edin. Onlar Zeyddən soruşurlar. Əbu Bəkir və Ömər barəsində nə deyirsən? Zeyd isə cavab verir, deyir, onlar Peyğəmbərin sallallahu aleyhi və səlləmin səhabələridir. Mən onlardan ancaq xeyir söyləyirəm. Mən onlardan ancaq xeyir söyləyə bilərəm. Radiyallahu anh. Bunu Şeyxülislam İbn Teymiyyə rahiməhullah bu kitabında gətirir, bu rəvayəti və Şiə mənbəsində də Biharul Anvarda da cild 46 səhifə 174-də bu məsələ keçməkdədir. Əl-Məclisi də bunu bildirir Şiə alimlərindən. Əl-Məclisi, Muhammed Baqir Əl-Məclisi də öz kitabında bu məsələni bildirir. Yəni, boyun qaçıra bilmir və nə qədər həqiqəti gizlədə bilərlər. O qədər cildlərlə kitab yazıb. O qədər də gizlədə bilmir. Bəzilərində bu cür həqiqi olan, haqq olan rəvayətləri birtəhər yazıb. Yəni, birtəhər yazıb, amma yenə də şərhində nəsə ora öz fikrini salıdır, batil fikirlərini. Amma nə də olsa, haqq açıq aydındır, batil onu bürüyə bilməz və batil heç bir yolla haqqa giriş edə bilməz. Elhamdülillah. Bu günlük bu qədər. Allah bizi eşidib faydalananlardan etsin.
Sonra 3-cü fəslə keçəcəyik Allahın izni ilə. Rafizilik və Zeydiyyə adları hansı zamanda verildi, nə zaman verildi və bundan sonra nələr baş verdi? Əsas məsələlər isə qarşıdadır. Hicrətin 121-ci ilindən sonraki hadisələr toxunacağıq. Allah bizi dində sabit etsin və safir olana tövbə edək. Elhamdülillahi Rabbil alemin.